O kəslər ki, deyir, mən hər şeyi atıb, bütün pisliklərdən qurtulmaq istəyirəm, yenidən başlamaq istəyirəm, buyura bilər, yenidən başlasın. O kəslər ki, istəyirsin ki, mən ikinci dəfə dünyaya gəlsəydim, daha bir də belə eləməzdim. Rəcəb ayında ikinci dəfə dünyaya gələ bilərsən bu mənada. Yenidən özünə qayıdış, sıfır nöqtəyə çatmaq istəyirsənsə, ki, yəni adam hərdən deyir, əvvəldən başlasaydım, bu peşəni seçməzdim, bu yolu getməzdim, filan kəsdən dost olmazdım, filan işləri görməzdim. Allah deyir, Rəcəbdə şansı verdim sənə, bismillah, təzdən başla. Elə bir təzdən dünyaya gəldin. Kim ki istəyir qurtulsun, amma qurtula bilmir. İndi fürsətdir. Çünki bir cümlə var, oradan çıxarış edirəm. Bu cümləni deyəcəm sizə. Allah Teala deyir ki, buyurar ki, hər gecə bir nida olar Rəcəb ayından. Bir mələk nida elər Allahın adından. Tuba lizzakirin, zikr edənlər xoş olsun alınıza. Tuba lita'in, itaət eləyənlər Allaha xoş olsun sizin alınıza. Yaxşı. Və yəqulullah Teala, Allah nə deyən? Ənə cəlisu mən cələsəni. Məndən oturmaq istəyəndən mən oturaram. Vaxt ayırmağa imkanım var. Bismillah. İstəyirsən həm söhbət ola? Buyur ki. Əta'əni. Çox belə dəhşət sözdür həqiqətən. Sən nə deyirsən, mən nə deyirəm sən elə, sən nə deyirsən mən eləyim. Söz budur.